Hörmətli izləyicilərimiz, hörmətli şagirdlərimiz, hörmətli tələbələrimiz, mən Vüsal Kəlbəzərli 18 kitab müəllifi, Qızıl Qələm mükafatçısı. Bu günlərim Azərbaycanımızın çox gözəl şəhəri olan Ağsu şəhərindəyim. Ağsu şəhəri hər zaman görkəmli şəxsiyyətləri ilə, elm xadimləri ilə, ziyalıları ilə, qabaqcıl təhsil işçiləri ölkədə sevilir və seçilir və fərqlənir. Bugünkü gündə isə biz qabaqcıl və nümunəvi şagirdlərdən birini sizlərə təqdim etmək istəyirik. Gözəl bala, adın soyadın nədir? Gülay Mürsəzadə. Çox gözəl. Sən sinifdə oxursan? 7-ci sinif. Hansı məktəbdə şagirdsən? Demək, Ağsu şəhər 3 saylı tam orta məktəbin qabaqcıl və nümunəvi şagirdi. Bəli, hörmətli izləyicilərimiz, gördüyünüz kimi qəzetimizin xüsusi buraxılışlarımızda bizim gözəl balamız haqqında inşallah məqaləni işlandıracağıq və sosial şəbəkələrdə müxtəlif mətbuat orqanlarında işlandıracağıq. Amma belə bir el məsələ var. Deyir, dövlətdə dəvədir, övladda nəvədir. Allah Taala sizi kimi babaları, sizi kimi ağsaqqalları ərsik eləməsin. Və biz bilirik, siz nəvələrinizin yaxşı təhsil alması üçün, yaxşı təhsildə fərqlənməsi üçün, ziyalı olması üçün əlinizdən gələni həm övladlarınız üçün eləmişsiniz, həm də nəvələriniz üçün eləyirsiniz. İstəyirəm özünüzü təqdim edəsiniz. Adınız, soyadınız? Mən Mürsalov Tahir. Çox gözəl. Hansı sahədə çalışmışsınız siz? Mən sürücüyəm. Sözlü. Nə arzuluyorsunuz nəvənizə? Nə deyə bilərsiniz? Nəvəmə ən birinci can sağlığı, Təşəkkürlər. xoşbəxtlik və bu oxuduğu, təhsil aldığı məktəbdə qabaqcıl bir şagird olmağına, həm də hazırlıq kursuna gedir. Çox gözəl. Yəni ən istəkli mənim Nəvəniz. nəvəmdir, bəli. Çox gözəl. Və bizim də arzumuz odur ki, inşallah gözəl balamız ən yüksək balla ali məktəbə qəbul olsun, bizə gəlib gözəl çəkiliş edir. Təşəkkürlər, təbrik edir. Nənəs, bir daha sizi də xoş gördük. Arzu edirik ki, inşallah nəvələrinizlə bağlı gözəl günlər görəsiniz Çox həmişə. sağ olun. Adınız nədir nənəsi? Adım Yaqub. Nə arzuluyorsunuz nəvənizə? Nəvəmə dünyanın ən gözəl bir şeylərini arzulayıram. Bu gözümüzün ilkidir. Çox Birinci gözəl. nəvəmizdir. Allah saxlasın. Ona mən həyatda hər şey. Çox gözəl. Biz də ona arzuluyoruz ki, inşallah sizi Allah Taala nəvələriniz üstünə əksik eləməsin. Nəvələrinizin gözəl günlərini görəsiniz. Ən yüksək ballan ali məktəbə qəbul olsun, prezidentə qaçırsın. Təşəkkürlər, minnətdaram, çox sağ olun. Çox sağ olun. Siz də çox sağ olun. Sağ ol. Allah köməyiniz olsun.